Hər birinizi salamlayıram. Mən İstərəm Müzəffər kanalıma xoş gəlmisiniz. Bugün sizlər üçün növbəti dərs izahı kanalda yerləşdiriləcək. Mövzumuz biraz var. ABŞ, İngiltərə, Osmanlı və Rusiya 19-20-ci əsrin əvvəllərində. Birinci Amerikadan başlayacağıq, sonra digər dövlətlərimizin izahı olacaq. İzaha keçməzdən öncə kiçik bir xatırlatma etmək istəyirəm sizə. Məni Instagram üzərindən də izləyə bilərsiniz. Instagram hesabında burada aşağıda yerləşdirirəm. Öncədən hər birinizə təşəkkür edirəm. Biz isə neyiniyək? Başlayaq izahımıza. Yazaq Amerika 19-20-ci əsrin əvvəllərində. 19-20-ci əsr. Baxaq görək 19 və 20-ci əsrin əvvəllərində bizdə Amerikada nələr lazımdır? Bizə daha doğrusu Amerikada nələr lazımdır? Mən onları ayrı-ayrı böləcəm, sonra hər biri haqqında sizə danışacağım. Məsələn, bizə lazımdır 20-ci əsr, 19-cu əsrin əvvəlləri Amerikasında Thomas Jeffersonun prezidentliyi dövrü, bundan danışacağıq. Daha sonra 2-ci İstiqlaliyyət müharibəsi, Monroe doktrinası, ABŞ-da vətəndaş müharibəsi və 20-ci əsrin əvvəllərində iki prezidentimiz olacaq, Theodore Roosevelt və Woodrow Wilson. Yəni 19-20-ci əsrin əvvəlləri ABŞ mövzusundan bu başlıqları bilmək 6 dənə başlığımız var. Və başlayacağıq indi o başlıqları biraz genişləndirməyə. Baxaq görək nə əlavə edirik, nə deyirik, nə edirik. Siz bu əsas başlıqları özünüzdə qeyd edirsiniz, yadda saxlayırsınız və bunların mahiyyətini öyrənirsinizsə, deməli mövzu artıq hazır. Başlayaq birinci Thomas Jeffersondan. Ümumiyyətlə 19-cu əsrin əvvəllərində ABŞ-da vəziyyət yaxşıdır. Niyə yaxşıdır? Ayrı qitədə yerləşir özü üçün. Müharibələrdən kənardadır. Avropa bir-birinə dəyib, orada Napoleonun müharibələri var. Amerika bu müharibələrdən kənardadır. Öz daxilində özü üçün işlərini görür. Bu da istər-istəməz həm iqtisadiyyatın inkişafına, həm sənayenin inkişafına təkan verir ölkənin daxilində bu sabitliyin olması. 19-cu əsrin əvvəllərində Thomas Jefferson prezidentimiz budur. 1801-1808-ci illərdə hakimiyyətdə olacaq və yaxud 9, yəni onun fərqi yoxdur. Çünki Amerikada noyabrda seçkilər keçirilir. Prezident növbəti ilin yanvarında səhv eləmirəmsə and içmə və hakimiyyətə gəlməsi olur. Ona görə 1801-1808-9 heç bir fərqi yoxdur. Ona görə narahat olmayın. Thomas Jeffersonun dövründə nələr var? Bu əsasən bizə lazımdır. MİQ və sertifikasiya hazırlaşan müəllimlərimiz üçün, abituriyentlərimiz üçün o qədər də önəmli deyil. Thomas Jeffersonun dövründə bu adam yaxşı qanunlar qəbul edir. Məsələn, qanunlarından biri budur ki, seçkilərdə əmlak senzi ləğv edilir. Yəni, seçkidə senzi ləğv edir. Seçki, əmlak senzi. Seçki yazdım, qaldı. Daha sonra Thomas Jefferson istəyir ki, ölkəyə qul axını olmasın. Ümumiyyətlə, quldarlığı ləğv eləmək istəyir. Amma həmin dövr üçün bu biraz yeni mütərəqqi ideya idi deyə çox da dəstəklənmir. Maksimum deyə bilir ki, ölkəyə day qul gətirməyək də, nə var onlardan istifadə edək. Ölkəyə qul axınının qarşısını alır. X. Daha sonra, qərb tərəfdə Amerika axı həmin dövrdə koloniyalar, yəni ABŞ-ın yarandığı koloniyalar Amerikanın şərqindədir. Qərbə tərəf məskunlaşmağa da icazə verir. Qərb məskunlaşma. Sonra Thomas Jeffersonun dövründə Amerika Louisiana ştatını Fransadan alır. 1803-cü ildə Louisiananı aldı. Hardan aldı? Fransadan aldı. Niyə Fransada idi? Çünki Fransaya da İspaniya vermişdi. 1803-cü ildə də bunlar da Fransadan aldılar və Louisiana ştatı Thomas Jeffersonun dövründə Amerikaya birləşdirildi. Bu Thomas Jeffersonun hakimiyyəti dövrü. Daha sonra keçirik nə gördük burada? İkinci İstiqlaliyyət müharibəsi. İkinci İstiqlaliyyət müharibəsi əhatə edəcək 1812 və 1814-cü illəri. Niyə başlayacaq bu İstiqlaliyyət müharibəsi? Yadımıza salırıq birinci İstiqlaliyyət müharibəsini 1775-1783-cü illərdə. Niyə baş vermişdi? Çünki artıq Amerikadakı koloniyalar İngilis əsarətindən azad olmaq istəyirdilər. Lap yaxşı, azad oldularmı? Oldular. Amma indi 1812-ci il biz bundan əvvəl Fransa dərsi keçdik axı 19-cu əsrin əvvəllərində Fransa. Nə gördük Fransada? Fransada Napoleonun işğallarını və Avropa dövlətlərinin bu müharibədə zəifləməsini.
Təbii ki, Fransanın da həmin dövrdə əsas baş düşməni İngiltərədir və İngiltərəyə qarşı mübarizə aparır. Bəs Fransanı bu mübarizədə Amerika dəstəkləyirmi? Dəstəkləyir. Niyə deyir? Borcunun sağlığını istər. Çünki 1-ci İstiqlaliyyət müharibəsində Fransa da Amerikanı dəstəkləmişdi. İndi də ABŞ gəmiləri kömək eləyir. Fransaya dəstək göndərirlər və həmin o göndərilən dəstək gəmiləri ingilislər tərəfindən ya qarət edilir, ya dənizdə batırılır. Bu da ABŞ-a mənfi təsir göstərir. Plus İngiltərənin başı da o Fransa ilə müharibəyə qarışıb deyə Amerika düşünür ki, ingilislər orada öz işlərindədirlər. Mən burada İngiltərə müstəmləkəsi olan Kanadanı tutsam, ingilislər çox da buna qarışa bilməz. Müharibə 1812-ci ildə ABŞ-ın Kanadaya hücum etməsi ilə başlayır. ABŞ gedir Kanadanı tutur. Bəs ingilislərin buna cavabı nə olur? İngilislər də bu prosesin gedişində Napoleonu məğlub eləyəcəklər. O 1813-cü ildə müttəfiqlərin birlikdə apardığı döyüşdə, əvvəlki adı ilə Leipzig döyüşünü. Sonra qayıdacaq Amerikaya ki, görün bu nə söhbətdə, ABŞ nə etmək istəyir? Gələcək Vaşinqtona, ingilislər də Vaşinqtona daxil olacaqlar. Yazırıq ingilislər. Bunlar da daxil oldular Vaşinqtona. Vaşinqtonu tutdular, Vaşinqtonu yandırdılar. Ondan sonra Amerika düzdür, Vaşinqtonu geri aldı ingilislərdən, ingilisləri məğlub elədi. Amma ən sonda razılığa gəldilər. 1814-cü ildə Gent müqaviləsini imzaladılar. 1814-cü ildə ikinci vətəndaş müharibəmiz Gent müqaviləsi ilə başa çatdı. Müqavilənin şərtləri nədən ibarətdir? Müqavilənin şərtlərinə əsasən Amerika Kanadaya olan iddiasından əl çəkdi. Bu nə qəşəng yazılmış, bilsəm əvvəldən bunu götürərdim. ABŞ Kanadaya iddiasından əl çəkdi, X qoyduq qarşısına. İngiltərədə ABŞ-a öz müstəmləkəsi kimi baxmaq iddiasından əl çəkdi. 1783 Versalda ABŞ-ın sadəcə müstəqilliyini tanımışdı. Deməmişdi, mən nə vaxtsa səni tutmaq istəsəm tutmayacağam. Yəni belə bir şey deməmişdi. Amma 1814-cü il Gent müqaviləsinə əsasən İngiltərə ABŞ-ın müstəqilliyini tanımaqla bərabər həm də ona öz müstəmləkəsi kimi baxmaq iddiasından əl çəkir. Bu oldu bizim ikinci istiqlaliyyət müharibəmiz. Sonra görürük burada yazmışıq Monroe doktrinası. Baxaq görək nədir, nə zaman qəbul edilib, mahiyyəti nədən ibarətdir. Həmin dövrdə 1823-cü il ABŞ-da prezidentimiz var James Monroe. Bu adam bir doktrina qəbul edir. Monroe doktrinası. Mahiyyət nədən ibarətdir? Monroe doktrinasına əsasən dünyanın iki sistemə bölünməsi rəsmiləşdirilir. Yəni dünya artıq Amerika və Avropaya bölünür. Dünyanın bölünməsi rəsmiləşir və nə Amerika Avropanın daxili işlərinə qarışmayacaq və qarışmamalıdır. Nə də Avropa Amerikanın daxili işlərinə qarışmamalıdır. Daxili iş qarışma olmaz. Mən Amerikayam, sən Avropasan. 1823-cü il Monroe doktrinası. Dünyanın iki qütbə, qütb deməyək də, yəni Avropa və Amerika sistemlərinə bölünməsinin rəsmiləşdirilməsi deməkdir Monroe doktrinası. Bundan sonra biz gələcəyik vətəndaş müharibəsinə, amma vətəndaş müharibəsinin haqqında danışmazdan öncə onu doğuran səbəblərdən danışmalıyıq. Niyə ABŞ-ın daxilində vətəndaş müharibəsi baş verir? Səbəb əslində nədən ibarətdir? Yenə gəlir dayanır quldarlığa. Çünki ABŞ-ın şimal ştatlarında quldarlıq 19-cu əsrin birinci yarısında ləğv edilib. Bax, bunu qırmızı ilə yazacağım və bunu yadda saxlamaq çox önəmlidir. Qırmızı ilə burada yazıram ki, şimal ştatlarda quldarlıq ləğv edilib. Nə zaman? 19-cu yüzilliyin birinci yarısında artıq ləğv edilib. Çünki şimalda qullar nədə istifadə edilir? Əsasən plantasiyalarda, yəni əkinçilik təsərrüfatında, fermer təsərrüfatında. Şimal ştatlarında isə əsasən artıq burjuaziya hakimdir və fabrik-zavod mərhələsidir. Sənaye istehsalıdır. Belə olanda onlara qul əməyi sərf etmir deyə onlar da ləğv edirlər. Ləğv etdikdən sonra 1860-cı ildə ABŞ-da prezident seçkilərində Abraham Lincoln prezident seçilir. Vətəndaş müharibəsinin gəldiyi bura. Bu istiqlal müharibəsi idi. 1860-cı ildə Abraham Lincoln olur ABŞ-ın yeni prezidenti və bu deyirdi ki, mən hakimiyyətə gəlsəm ABŞ-ın cənub ştatlarında da quldarlığı ləğv edəcəm. Yəni bütün Amerika ərazisində quldarlıq ləğv ediləcək.
Lincoln prezident seçilən kimi heç vəzifəsinin icrasına başlamazdan öncə Cənub Ştatları Amerikadan ayrılır və özlərinin Amerika Ştatlarının konfederasiyasını yaradırlar. Cənub Ştatları olacaq Amerika Ştatlarının konfederasiyası ki, biz quldarlığın ləğvini istəmirik. Bu adam deyirdi, quldarlığı ləğv eləyəcəm, gəlibsə ləğv eləyəcək, biz ayrıyıq, biz ayrı bir respublikayıq, özümüzü idarə eləyirik. ABŞ-da iki hakimiyyətlik yaranır. Bir tərəfdə Amerika Ştatlarının konfederasiyası, Cənub Ştatları, digər tərəfdə də Şimal Ştatları, elə Amerika Birləşmiş Ştatları. Biz buna deyirik ABŞ-da iki hakimiyyətlik. Vətəndaş müharibəsi boyunca 1860-65-ci illərdə davam edəcək. Müharibə isə başlayacaq 1861-ci ildə. 1861-1865 ABŞ-da vətəndaş müharibəsidir. Müharibənin ilk başlarında ABŞ-da biraz ordu rəhbərliyində nöqsanlar olduğuna görə müharibədə məğlubiyyətləri olub ilk başlarda. Amma sonra biraz strateji düşünüblər ki, bu əhalini necə öz tərəfimizə çəkə bilərik, necə müharibədə qələbə qazana bilərik. Bunun nəticəsində müharibənin gedişində iki dənə qərar qəbul edilib. Birincisi 1862-ci il Homestedlər haqqında aktdır. Homestedlər haqqında qərardır. Bu qərara əsasən nə deyirlər? Deyirlər ki, torpaq əkib becərmək istəyən hər bir Amerika ailəsinə 65 hektar torpaq verilir. Onlar da bunun qarşısında cüzi bir ödəniş ödəməlidirlər dövlətə. Və ən əsas məsələ, həmin o torpaqlarda qul əməyi qadağan edilir. Homestedlər haqqında akt. Elə eyni ildə 1862-ci ildə azad olunma haqqında qərar da verirlər, bəyannamə də verirlər. Amma bu bəyannamə 1863-cün yanvarından qüvvəyə minəcək. Fərqi yoxdur, 63 də götürsəz, 62 də götürsəz, heç bir əhəmiyyəti yoxdur. 1862-63 azad olunma haqqında bəyannamə. Bunun mahiyyəti də nədir? Bunun mahiyyəti odur ki, bütün Amerika ərazisində artıq quldarlıq ləğv edilir. Azad olunma bəyannaməsinin mahiyyəti də bulardır. Məhz bu iki qərar, Homestedlər haqqında akt, bir də azad olunma haqqında bəyannamə vətəndaş müharibəsinin gedişində Şimal Ştat, yəni Amerika Birləşmiş Ştatları, yəni Cənub Ştatları yox, Şimal Ştatlarının qələbəsi üçün bir zəmin hazırlayır və nəticə etibarilə 1865-ci ildə vətəndaş müharibəsi Şimal Ştatlarının qələbəsi ilə başa çatır. ABŞ-da quldarlıq tamamilə ləğv edilir, əsasən üstünlük burjuaziyanın əlinə keçirir. Sadəcə müharibədən qısa bir müddət sonra Avram Lincolnu öldürəcəklər. Bəli, sui-qəsd nəticəsində öldürüləcək. Bu qədər iş görürsən, sonra da səni öldürürlər. Bir də burada əlavə qeyd etmək istədiyim bir şey var. O da Amerikada konstitusiyanın qəbul edilməsidir. Biz bunu əvvəl kitablarımızda 1866-cı il konstitusiyası olaraq götürürdük. İndi bu hadisənin ilini çıxardıblar, amma siz bilin ki, vətəndaş müharibəsindən sonra da Amerikada konstitusiya düzəliş edilir. Bu düzəlişin mahiyyəti odur ki, qara dərlilər də ağ dərlilərlə bərabər eyni siyasi hüquq alırlar. Konstitusiya olunan düzəlişdə. Konstitusiya ümumiyyətlə Amerikada qəbul edildi 1787-də, 89-da ilk prezident seçkilərinin keçirilməsi ilə qüvvəyə mindi. 1791-ci ildə birinci dəyişikliyimizi görmüşdük. Vətəndaş müharibəsindən sonra da, yəni il olaraq yadda saxlamaq istəsəz, 1866-cı ildə də ikinci düzəlişi görürük. Yəni bizim keçdiyimiz ikinci düzəliş. Düzəlişin mahiyyəti də ondan ibarət ki, qara dərlilər də ağ dərlilərlə bərabər eyni siyasi hüquqlar almış olacaqlar. 19-cu əsrin ikinci yarısında bu prosesdən sonra ABŞ-da istər-istəməz ABŞ deyirlər, əslində doğru deyilişi belədir, amma mən ABŞ deyirəm də, niyə indi olsun ABŞ, nə fərqi var bizim üçün? Amerikada vəziyyət necə olur? İnkişaf baş verir, istər-istəməz yüksəliş var, müəyyən ərazilər daxil edirlər bir-birlərinə. Əsasən MİQ və sertifikasiya hazırlaşan müəllimlərimiz Amerika dərsində bir xəritə var. O xəritənin üzərində hansı illərdə, hansı dövlətlərlə müharibə apardıqları, məsələn, Texası nə vaxt birləşdiriblər, Havay adaları nə vaxt birləşdiriblər, bunlar qeyd edilib. Düzdür, elə də çox önəmli deyil, məsələn, Texas bəlkə də önəmli olar. Amma digərləri ilə də önəmli deyil, amma siz hər ehtimala qarşı oxuyanda mütləq şəkildə onları da bir nəzərdən keçirdin. Onların içərisində bir Louisiana'da əsas onu qeyd elədik, bir də Alyaska'da əsas ki 1867-ci ildə
Vətəndaş müharibəsi bitib, ha, onun aidiyyatı yoxdur, görürsünüz, başqa rəngdən yazıram. 1867-ci ildə ABŞ Rusiyadan Alyaskanı alır. Alyaska olur artıq Amerikanın ərazisi, pulla aldılar. Bu belə. İndi gəldik 20-ci əsrin əvvəllərinə. Biz 20-ci əsrin əvvəllərinə gələndə Amerikada iki prezident görürük. Bunlardan biri Theodore Roosevelt'dir, biri də Woodrow Wilson'dur. Theodore Roosevelt 1901-dən 1908 və yaxud 9-a qədər hakimiyyətdə olacaq. Və görürsünüz, buna 8 yazılır, buna 9 yazılır. Dediyim kimi, gedirlər, sonra o birisi rəsmi şəkildə gəlirdi. O biri fərqlər var, ona görə narahat olmayın. Theodore Roosevelt'in bir daxili siyasəti deyəcəyik, bir də xarici siyasəti deyəcəyik. Daxili siyasəti Theodore Roosevelt'in nədən ibarətdir? Dövlətin daxilində iri inhisarlar və trestlərə qarşı mübarizə aparmaq. Trestlərlə mübarizə. Bu nə deməkdir? Bu, ABŞ-da iqtisadiyyatın ilk dəfə dövlət tərəfindən tənzimlənməsi deməkdir. İqtisadiyyat dövlət tərəfindən tənzimlənir. Yəni, dövlət iri trestlərə, inhisar birliklərinə qarşı mübarizə aparır. Bu, Theodore Roosevelt'in daxili siyasətidir. Xarici siyasətində isə biz Roosevelt'də görürük ki, Roosevelt əsasən bu əvvəlki təcridçilik prinsiplərindən biraz nisbətən imtina edir və Amerikanın həm Çində olsun, həm Yaxın Şərqdə, həm Avropada, həm Latin Amerikası ölkələrdə gücünü möhkəmləndirməyə, gücləndirməyə çalışır. Yəni, xarici siyasətdə əsasən ABŞ-ın üstünlüyünü göstərməyə çalışır. Bu da oldu xarici siyasətimiz. Sonra gəlirik Woodrow Wilson'a. Woodrow Wilson 1912-ci ildə prezident seçiləcək, harca 1920-21-ə qədər hakimiyyətdə qalacaq. Hakimiyyət illərini bilməyə elə də ehtiyac yoxdur. Woodrow Wilson'un dövründə nələr baş verəcək? Bunun dövrü Amerikada yeni demokratiya dövrü adlanır. Yeni demokratiya dövrü budur. Yeni demokratiya. Bir də onun dövründə dövlətin daxilində gömrükdür, bankdır, maliyyədir, islahatlar keçiriləcək. İslahatlar. Xarici siyasətində biz Woodrow Wilson'un Amerika 1-ci Dünya müharibəsinə daxil olacaq və bu müharibədə Antanta qüvvələrini dəstəkləyəcək. Kimin dövründədir? Woodrow Wilson'un dövründədir. Biz Azərbaycan Xalq Cumhuriyyətində yenə Woodrow Wilson'u görəcəyik ki, bizim nümayəndə heyəti onlarla görüşəcək. Bax, həmin Woodrow Wilson bu Woodrow Wilson'dur. Bu oldu bizim Amerika dərsimiz. Bir dənə bir şey də əlavə eləyəcəm burada. O da nədir? 20-ci əsrin əvvəllərində Amerika artıq sənaye istehsalının həcminə görə dünyada bütün dövlətləri ötüb və birinci yerdədir. Sənaye istehsalının həcminə görə sənaye istehsalının həcmi. Amerika artıq dünyada birinci yerdədir. Hətta biz keçən dəfə Almaniya dərsi keçdik. İkinci yerdə də olan kim idi? Almaniya. Üçüncü yerdə İngiltərədir, dördüncü yerdə də Fransadır. Bu oldu bizim Amerika dərsimiz. İndi keçirik İngiltərə mövzusuna. Böyük Britaniya ilə davam edirik. Baxaq görək 19-20-ci əsrin əvvəllərində Böyük Britaniyada hansı hadisələr baş verib. Eyni şəkildə Böyük Britaniya üçün də ABŞ-a necə sxem qurmuşuqsa, onun üçün də eyni sxemi qururuq. Birinci, mən bura əslində sırf dərsin öz içində nələr var, onları yazacağım. Bir də əlavələrimiz olacaq, onları da qeyd edəcəm sizlər üçün. Dünya emalatxanası, birinci bunu yazaq, niyəsində deyək. Sonra yazaq 1825, 1832, 1867, 1882, 1899, 1902, 1904, 1907 və 1910. Biz İngiltərə mövzusunu bu illərin üzərindən gedəcəyik. 19-cu əsrin əvvəlləri, 20-ci əsrin əvvəlləri, baxaq görək nə baş verib, nələr olub. İngiltərə biraz elə bir dövlətdir ki, 19-20-ci əsrin əvvəllərində demək olar ki, hər yerdə var. Mövzunun öz içərisində onları da əlavə edib sizin üçün qeydlərimizi deyəcəyik. Dünya emalatxanası. Niyə İngiltərə 19-cu əsrdə belə adlanır? Çünki İngiltərə dünyanın sənaye mərkəzidir. Çox böyük müstəmləkələri var. O müstəmləkələrdən İngiltərəyə ciddi şəkildə məhsul gəlir. Amma bu bilirsiniz nədir? Bu problemdir. Çünki
Artıq İngiltərənin özündə məhsul istehsal edilmir. Yəni İngiltərə bir növ müstəmləkələrindən asılı vəziyyətə düşüb. Arxayın idilər ki, Kanadada filan şey istehsal eləyəcək, nə bilim başqa yerdə filan şey istehsal eləyəcək. Oradan onsuz da bizə gələcək. Ölkənin öz daxilində bu istər-istəməz problemə səbəb olur və əsasən fabriklər, zavodlar müstəmləkələrdə tikildiyi üçün Böyük Britaniya özü əsasən daxildə kənd təsərrüfatından, elə eyni şəkildə müstəmləkələrdən gələn kənd təsərrüfatı məhsullarından bir növ asılı vəziyyətə düşmüş olub. Məhz dünyanın iqtisadi, sənaye mərkəzi olduğu üçün Fransa mövzusunda biz gördük ki, Fransa İngiltərəni hərbi cəhətdən zəiflədə bilmir, belə olduqda gedir İngiltərəni iqtisadi cəhətdən zəiflətməyə çalışır. Biz nə qədər Fransa mövzusuna desək də ki, bu kontinental blokada, qitə blokadası istənilən nəticəni vermir, amma müəyyən bir müddət zaman ərzində İngiltərənin iqtisadiyyatı üçün mənfi təsirlər törədir. Baxın, İngiltərə 19-cu əsrdə Fransa ilə müharibə aparır. Bax, Fransada biz İngiltərəni görürük. Sonra Azərbaycan tarixi keçdik, Rus-Qacar müharibələri. Orada yenə İngiltərəni gördük, Rus-Qacar müharibəsində. Hələ ki 19-cu əsrin birinci yarısını qeyd edirik. Bu əlavə məsələlərdir. Dünya emalatxanası nəyə görə deyilir, bunu bildik. 1825-ci ildə İngiltərədə nə baş verib? 1825-ci ildə dünyada ilk dəmir yolu açılıb. Harda? İngiltərədə. Yadımıza salırıq Azərbaycandakı dəmir yollarını. Sonra gəlirik 1832-yə. 1832-ci ildə İngiltərədə birinci parlament islahatı keçirilir. İlk parlament islahatı. Çünki o dövr üçün İngiltərədə artıq sənaye inkişaf edir deyə istər-istəməz burjuaziyanın mövqeyi möhkəmlənir, güclənir və bu burjuaziya parlamentdə də söz haqqı olmaq istəyir. 1832-ci ildə qəbul edilən parlament islahatına əsasən artıq sənaye burjuaziyası da parlamentdə təmsil olunmaq haqqını qazanacaq. Həmin dövr İngiltərəsində iki dənə əsas partiya var. Mühafizəkar partiya, bir də liberal partiya. Onlar kimlə əsas mübarizə aparırlar? Xarici siyasətdə, daxili məhsulların gəlişində Almaniya ilə. Bu, Almaniyanın birləşməsindən sonra olacaq prosesdir. Çünki onlar Almaniyadan məhsul ixracını qadağa qoyacaqlar. Qadağa biraz tam qadağa yox da, yəni müəyyən müddət üçün məhdudlaşdırmağa çalışacaqlar ki, Almaniya birləşir, Almaniya güclənib. Ona görə ən azından biz Almaniya məhsulu almayaq, ona müəyyən məhdudiyyət qoyaq. Heç olmasa iqtisadi cəhətdən Almaniyanı zəiflətməyə çalışaq. Bax, belə bir şey də var. 1832 birinci parlament islahatı yazırıq sənaye burjuaziyası. Burjuaziya. Sonra keçirik hop 1867-yə. 67-yə keçməzdən öncə bura yenə sizin üçün bir əlavəni qeyd edəcəm. Bu aralıqda biz Böyük Britaniyanı Çində görəcəyik. Birinci Tiryək müharibəsində, Taypinlərin yatırılmasında, ikinci Tiryək müharibəsində, Krım müharibəsində Osmanlının müttəfiqi kimi görürsünüz nə qədər yerdə var Böyük Britaniya. 1867-ci ilə gələndə Böyük Britaniyada iki dənə yeni hadisə olacaq. Birinci, Kanadaya dominion hüququ verəcəklər. Dominion. Dominion nə deməkdir? Daxildə özünü idarə muxtariyyət hüququ alan müstəmləkədir. Kanada 1867-ci ildə İngiltərənin ilk dominionu olur. Bir də 1867-ci ildə dövlətin daxilində yenə ikinci parlament islahatı var. Artıq bu ikinci parlament islahatına əsasən də xırda burjuaziya və fəhlələrin yuxarı təbəqəsi yenə parlamentdə iştirak hüququ haqqı qazanmış olur. Bir də bura 19-cu əsrə bir şey də əlavə edim, Hindistanı. Çünki İngiltərə Hindistanı öz müstəmləkəsinə çevirəcək tamamilə, sipahilər üsyanının yatırılmasında iştirak edəcək. Sonra elə buradan elmi məsələləri davam etsək ki, Fransa ilə rəqabət aparır, əsasən rəqabətləri Misir uğrundadır, Yaxın Şərqdə və Mərkəzi Asiya, Əfqanistan uğrunda rəqibi Rusiyadır. Bunların hər biri önəmlidir, burada sizin üçün qeyd elədik. Sonra 1882-ci ildə İngilislər nəhayət ki, Misiri tutacaqlar. Misiri tutdular. Misiri tutandan sonra Afrikanın cənubuna yönələcəklər. 1899-1902-ci illərdə İngilis-Bur müharibəsi olacaq. Bu müharibənin nəticəsində 1902-ci ildə İngilislər Cənubi Afrikanı tutacaqlar. Cənubi Afrika tutulacaq.
Daha sonra 1904-cü ildə Fransa ilə Antanta bir səmimi saziş imzalayacaqlar. Fransa və İngiltərə Antanta sazişini imzalayacaq. Bu sazişə əsasən fransızlar İngilislərin Misirdə üstünlüyünü tanıyacaqlar ki, Misir yaxşı İngiltərə tutub ingilislərindir. İngilislər də fransızların Mərakeşdəki üstünlüyünü tanıyacaqlar. 1904-cü il Antantada bağlanan, yəni Antantada nədir? Yəni o səmimi saziş Antantanın şərtlərinə əsasən. Amma Antantanın formalaşması tam olaraq 1907-ci ildə Peterburqda Rusiya ilə İngiltərə arasında imzalanmış saziş nəticəsində başa çatacaq. Belə ki, Antanta haqqında danışsaq, 3 dənə dövlət var. Fransa, İngiltərə və Rusiya. Birinci Fransa ilə Rusiya yaxınlaşır 19-cu əsrin 90-cı illərinin birinci yarısında. Birinci budur. İkinci dedik Fransa ilə İngiltərə yaxınlaşdı. 1904-cü ildə müqavilə imzaladılar. Ondan sonra üçüncü addımda da Fransanın bir növ dəstəyi ilə İngilislər və Ruslar arasında müqavilə imzalanır və Antanta artıq tam olaraq formalaşır. Bu prosesin baş verməsinin səbəbi də Almaniyanın birləşməsi və Almaniyanı özlərinə gördükləri təhdidə görədir. Son olaraq 1910-cu ildə Böyük Britaniya Cənubi Afrika Respublikasına da dominion hüququ verəcək. Cənubi Afrikada olacaq İngiltərənin dominionu. İlk dominionları Kanada idi, növbəti dominionu da gördük Cənubi Afrika Respublikasının. Bu oldu bizim İngiltərəmiz. Biraz 20-ci əsrin əvvəllərində İngiltərə nəyə görə birinci yerdədir, nəyə görə ikinci yerdədir? Sənaye istehsalının həcminə görə yazırıq burada. Sənaye istehsalının həcminə görə dünyada 3-cü yerdədir. Çünki birinci yerdə Amerikadır, ikinci yerdə Almaniyadır, üçüncü yerdə də İngiltərədir. Amma kapital ixracına görə kapital ixracı dünyada birinci yerdədir. Sənaye istehsalının həcminə görə 3-cü yerdədir, kapital ixracına görə isə 1-ci yerdədir. Bu kənarda qırmızı ilə yazdığım hissəyə 2 şey də əlavə edəcəm. 19-cu əsrin ikinci yarısında İngilislər Böyük Britaniya həm Şimali Azərbaycan neft sənayesinə kapital qoyub, həm də Cənubi Azərbaycanda kapitalları var. Cənubi Azərbaycan mövzusunda biz bunu Tənbəki üsyanında görürük. 19-cu əsrin ikinci yarısında. Görürsünüz, hər yerdə var. İstənilən mövzunun içərisindən Böyük Britaniya çıxa bilər. Bu olur bizim Böyük Britaniya və Amerika 19-20-ci əsrin əvvəllərində mövzumuz. İlk başda da qeyd elədiyim kimi növbəti mövzumuz Osmanlı və Rusiya 19-20-ci əsrin əvvəllərində olacaq. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti dərs videolarında görüşənə qədər hələlik.